Salam, tərtib etdiyim MIG tipli sınaq nümunələrindən növbəti sualın izahına baxaq. Sualda uyğunluğu müəyyən edin tələbi qoyulub və SSR liderləri olan Mixail Qorbaçov və Nikita Xruşov haqqında sualdır. Mixail Qorbaçov 1985-ci ildən 1991-ci ilə qədər, Nikita Xruşov isə 1953-cü ildən 1964-cü ilə qədər SSR rəhbəri olub və onların fəaliyyət dövrünün müqayisəsi verilib cədvəldə. SSR Çin arasında sərhəd müqaviləsinin imzalanması və Damask adasının Çinə verilməsi bu ilk baxışdan 60-cı illərin sonunda Brejnevin dövrünü xatırlatsa da, əslində bu sərhəd müqaviləsi, yəni bu məsələnin həlli 1991-ci il mayında Qorbaçovun dövründə yekunlaşdı və bu sərhəd müqaviləsi imzalandı. Damask adası Çinə verildi. Sərhəd müqaviləsi Qorbaçovun dövründədir. 1. Ticarət və xidmət sahəsində xüsusi sahibkarlığa icazə verilməsi ki, bu da Qorbaçovun yürütdüyü, keçirdiyi islahatların tərkib hissəsi idi. 2. Doğrudur. Nikita Xruşovun Bakı şəhərini birbaşa Moskvaya tabe etmək planı olub, amma bu plan Azərbaycan Kommunist Partiyasının rəhbəri İmam Mustafayev tərəfindən qarşısı alınmışdı. Yəni uğursuz olub, tabe edilməyib. Belə bir fikri olsa da, planı olsa da. 4. Kapitalist bloku dövlətlərlə münasibətlərin kəskinləşməsi və qarşıdurmaların daha da güclənməsi. Burada da soyuq müharibə dövründə bilirik ki, Xruşov əksinə mülayimləşmə siyasəti yürütdü və kapitalist dövlətlərlə sülh şəraitində yaşamaq və qarşıdurmaların əksinə, yəni yumşaq siyasət yürüdərək diplomatik yolla məsələlərin həllində maraqlı idi. Ona görə bu siyasət onun dövrünü xarakterizə etmir. Ermənistan SSR-in DQMV-ni Ermənistana birləşdirməyə cəhd etməsi, bu hər ikisi üçün oxşar cəhətdir. Oxşar cəhət kimi verilib cədvəldə də 1960-cı illərin əvvəllərində Xruşovun dövründə və 1980-ci illərin sonunda deməli Qorbaçovun dövründə Ermənistan buna cəhd etmişdi. Kütləvi repressiyaların həyata keçirilməsi təbii ki, bu yanlış olacaq. Çünki kütləvi repressiyalar dönəmi Stalinin dövrü üçün xarakterikdir və Nikita Xruşov əksinə repressiya məruz qalanlara bəraət verilməsi ilə fərqlənmişdir. Deməli, doğru cavab olacaq 1, 2 və 5, yəni B variantı. Bu tipli suallardan ibarət MIG standartlarına uyğun 29 iyunda sınaq imtahanımız olacaq və iştirak etmək istəyənlər əlaqə saxlaya bilərlər.